Esselamu Aleyküm bizi izleyenler ve hürmetli hemkarlarım. Uzun müddet idi ki bu barədə bir video hazırlamak istəyirdim. Çünkü Rus saytlarında tez-tez peregrev, pereaklajleniya meselelerinden danışırlar. Ama bizim yani kanalımızda bunun olmamasının sebebi benim bunu çekmek istememem değil. Sadece olarak kondisyonerlerin dediğimiz bu parametrelere uygun olmadan istihsal edilmesi. Əslində peregrev nədir? Biz dərslərimizdə bir kondisyonerin içərisində gedən prosesləri dəfələrlə izah eləmişik. Hətta bizə elə gəldi ki, 3 il bundan qabaq kondisyonerin soyutmanı necə edirik bir daha izah etmək qərarına gəlmişdik və ikinci bir dərsi çəkmişdik. Bugün isə biz başka bir məsələni, yəni peregrevdən, superheatingdən danışacağıq. Superheating nədir əslində? Yani kondisyonerin içinde giden kaynama prosesi kondisyonerdə olan gazın miqdarından asılı olarak, başka parametrelerinden asılı olarak değişir. Mesela indi göreceğiniz bu Şivaki kondisyonerində bizim manometrimiz ne gösterir? İndi ekranı manometre doğru yöneldirik ve bakırıq. Hörmətli izləyicilərimiz, gördüğümüz kimi operatorumuz indi yaxından çəksin. Demek burada biz hansı parametrelere bakırıq? Qayıdış təzyiqi 120 PSI. Bu bizim yani istifadə etdiyimiz şeylə təxminən biz yani onu bara çevirəndə 8,49 bar. PSI ilə mənasının daha rahat olduğuna göre onu deyirəm. Ve biz burada ne görürüz? Bizim kondisyonerin içinde optimal qaynama temperatürü 5 derecede ve bizde de faktiki olarak optimal qaynama temperaturunda gedir. Bu da bizi çok sevindirir. Niye? Çünkü temperaturun 5 derecede freonun qaynaması onun ideal formada işlemesinin əlamətidir. Hal-hazırda havanın temperatürü 29 derecedir ve biz yukarıda gördüğümüz meseleni izah edeceğiz. Bu superheat meselesi nedir? Kondisyonerin içinde olan freon 5 derecede qaynayıb qutardıqdan sonra sonuncu molekula, yani sonuncu maye freon buxara çevrildikdən sonra o müəyyən bir yol qət edir. Yəni o borularda öz hərəkətini davam etdirir. Və o boruda hərəkətini davam etdirərkən otaqda olan istiliyi bir qədər də alır və o buxar qızır. Ona aşırı qızma, superheat və ya İngilis dilində, Rus dilində peregrev adlandırırlar. Bu peregrev 4-7 derece arasında olmalı. Gəlin indi baxağın, görəyim bizim manometrimiz ne gösterir. Gördüğünüz kimi manometrin demək xüsusi termometri var. Bu termometr qayıdış borusuna taxılıb. Yəni qayıdış borusunda olan temperatur təxminən 5 üstə gəlmək 4-7 derece fərqli olmalı. Gördüğünüz kimi təxminən hal-hazırda 5 derece 4-5 arasında dəyişməkdədir. Bu da en idealdır. Yani 5 en idealdır. Eğer bu 4 dereceden yani buradaki rəqəm mesela burada 5,2 idi. Burada demək 9 olursa bu deməkdir ki freon sistemdə azdır. Yani 4'ten az olanda freon çoxdur deməkdir. Ama burada 7'den artıq olanda freon azdır deməkdir. Bu bize neyi verir? Bəzi vaxtı elə ola bilər ki mesela gördüğünüz kimi biz baxırıq Şivaki'də çox təəssüflər olsun ki bunlar yani hələ də güzel bir emblema, yani data plate deyirlər buna. Bu data plate'i normal formada düzəldə bilmirlər. Kondisyonerin keyfiyyəti barəsində heç deməyəcəm, amma en azı bunu dəyişmək lazımdır. Çünkü bu doğrudan da ayıp bir şey. Biz burada ne görebiliriz? Şimdi siz de görürsünüz ki 4 ilin kondisyoneridir ve ben orada hiçbir şey görmürəm. Yaxşı ben ustayam, ben usta dostuma zəng edirəm. Amma hamının usta dostu yoktur ki soruşsun və yaxud başka bir yerden öğrensin. Hatta internete girsin belə çox çətinliklə biz o informasiya tapa bilərik ki burada nə qədər qaz gedir. Amma eğer bilməsək o zaman dediğimiz bu üsulla məsələn deyək ki bura 760 gram freon gedir. Biz vakumladıktan sonra eğer sistemin içinde vakum yoktursa bizde gaz yoktursa biz de sisteme gaz vurmalıyız. O zaman biz vakumlayırıq sonra tərəziyə təxminən 700 gram vururuq və manometrimizi taxırıq ve bu göstericilere baxırıq. Bu göstericiləri indi gördüğünüz kimi təxminən 4-5 derece fərqə qədər yavaş-yavaş yaxınlaşdırırıq. Yəni 700 gram freonda eğer burada 8 derece fərq edirsə
30 gram da əlavə edirik. Məsələn, burada olur fərq 7 dərəcə. Sonra bir 20 gram da əlavə edirik. Bir 20 gram da əlavə etdikdən sonra gördüyümüz bu rəqəmlər bu formada olmalıdır. Yəni qaynama temperaturu tutaq ki 5,4-dürsə, burada da 9,4, 9,5 görürük. Bu artıq bu kondisionerin ideal işləməsinin əlamətidir. Amma burada daha bir məsələ izah etmək istəyirəm. Bütün bu peregrev məsələsi havanın temperaturu 30 dərəcədən sonra kondisionerin həm iç hissəsi, həm çöl hissəsi təmiz olanda kondisionerin kondensatorları həm içdəki, həm çöldəki, həm kompresorun kondensatorları hamısı tutumu yerində olanda deməli ki, bizim kondisionerimizin də bu peregrev məsələsi özünü doğruldacaq. Əks təqdirdə biz bu üsulla kondisionerin qazını vura bilmirik. Eyni zamanda havanın temperaturu deyək ki 18 dərəcə, 20 dərəcə, 22 dərəcə olanda da bu üsuldan biz istifadə edə bilmirik. Çünki bu kondisionerləri istehsal edənlər bunu havanın temperaturu 30 dərəcədən sonra işlədəcəklər deyə istehsal edirlər. Yəni hamı bilir ki, kondisionerin yəni işə salma adətən 30 dərəcədən sonra olur. Niyə? Çünki havanın temperaturu bayırda 30 dərəcə olanda evin içərisində təxminən 24 dərəcə, 25 dərəcə adətən temperatur olur. İstehsalçı da o kapilar borunu, onun içindəki qazı, bütün bunları bu parametrlərə uyğun edir. Yəni 30 ilə 35-in arasında eləyib ki, ən çox bu insanlar bu vaxtı bu kondisionerdən istifadə edəcəklər. Qeyd etdiyimiz demək məsələlər T1 sinifinə, yəni İspaniya, Özbəkistan, Azərbaycan kimi ölkələr üstü keçərlidir. T3 sinifi isə tropik ölkələrdə 51-55 dərəcə temperatur olan ölkələrdə isə T3 sinifindən istifadə olunur. Hörmətli izləyicilərimiz, əlhəmdülillah ki, yəni uzun müddət idi biz bu mövzunu işıqlandıra bilmirdik. Çünki hətta təzə kondisionerdə biz bu məsələni işıqlandırmaq istədik, bu məsələ barəsində bir video çəkmək istədik. Təzə kondisionerdə belə bu mümkün olmadı. Bu bizim səhvimizdən deyil. Yəni istehsalçılar iç hissəni o qədər kiçik düzəldirlər ki, freon orada tam buxarlana bilmir. Az qala, yəni maye formasında, təzə kondisionerdə az qala maye formasında kompresorun içərisinə daxil ola bilər. Bu səbəbdən də biz bu günləri çox sevindik ki, nəhayət çəkə bildik. Və bizi dinlədiyinizə görə, bizə baxdığınıza görə biz sizə təşəkkürümüzü bildiririk. Mən Yusuf müəllim, kondisionerlərin təmiri kitabının müəllifi. Bu kitabı əldə etmək istəyənlər lütfən bizə müraciət etsinlər və biz də inşallah kitabı sizə göndərək. Əssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.